Düşünürdüm ki, görən müştəri əlavə hörmət edəcək. Mən işə yemək apara bilmirdim. Çörəyin arasına qahbaza qoyurdum. Mənə sual verirdilər ki, iş yoldaşlarım. Ayşe, dönər alıb yeyirsən? Düşünürdüm ki, mən 13 manat buradan pul alıram. Mən onun 3 manatını özüm üçün xərcləsəm, yol pulu, dönər alıb yesəm, bəs mən evə nə aparacam? Elə gün olurdu ki, ac qalırdım. Deyirdim ki, mənim aclığım yoxdur, yalanla deyirdim. Mənim anam rəhmətə gedib. Bugünkü gün nəyim varsa, bir tek onu görmək üçün hamısını verərəm. Bugünkü gün evim var, maşınım var, pulum var, işim var. Tanıyanlar tanıyır məni. Mən bu pilləyə necə gəlmişəm, əziyyət çəkdiyimi, mənim yəni onu ətrafım bilir ki, mən necə əziyyət çəkmişəm. Mən yoxsuz qalıb, səhər tezdən saat 5-də evə gəlmişəm. 2 saat ərzində iş görmüşəm, evdə uşaqların dağıtdığını yığışdırmışam. Saat 8-də mən sifarişə getmişəm. Ac, susuz, yoxsuz, dözə bilməmişəm. Gedib xalam yerdə yatmışam. Nənəm mənə ovxalayıb, nənəm mənə sığal çəkib. Çox əziyyətlər çəkmişəm bu yerə gəlmək üçün.